Salam, xoş gördük hamınızı. Bugün biz ABC təhsil mərkəzindəyik və burada Inforex şirkətini biz təmsil edirik. Bugün Inforex şirkətindən nümayəndələr gəlib, yəni sizə açıq aydın həm Forex haqqında, həm deyək ki, psixoloji mərhələlər haqqında açıq sizin nəzərdə çatdıraraq. Adım Qafarda, familiyam İmam Verdidir. 10 ildir Forex sahəsində çalışıram. Bir çox təşkilatlarda, banklarda bu sfera haqqında tədris edirəm. Yəni, bu ilə yanaşı psixoloji mərhələlərdən də insanlara çatdırıram. Çünki bu ən əsası vacibi insanların psixoloji mərhələləri, psixoloji bariyerləridir. Yəni, bu gün çalışarım sizə çox maraqlı bir söhbəti açıqlayım sizə. Nəzər çatdırım ki, bu Forex haqqında deyək ki, 10 ildir bu sferdayım, 2 kitabım çıxır bu sfera haqqında. Çalışaram 2012-ci ildə yeni bir aydan sonra yeni bir kitabım çıxsın, yəni traderlər üçün yeni çıxacaq, yəni 3-cü kitabım işığızı görəcək. Və çalışıram ki, bir neçə layihəm var. Layihələrdən biri də bu Forex-i ümumiyyətlə Azərbaycandan öz ana dilimizdə yaymaq. Yəni, belə bir layihələr yaratmışam, yəni onun üstündə işləyirik. Bir çox təşkilatlar, dövlət müəssisələri, banklar bu layihəni dəstəkləyirlər. Bu layihə nədən ibarətdir? Bu layihə, deyək ki, son bir neçə aydan sonra istənilən Forex haqqında məlumat toplayan insan onlayn vasitəsilə YouTube-da, Google-da, Inforex.az saytına girib, yəni burada ətraflı, deyək ki, məlumat toplamaq, deyək ki, şansını əldə edər. Yəni, bütün Forex haqqında nə məlumatı istəyirsinizsə, gələcək layihəmizdə bu olacaq. Yəni, YouTube saytlarından, Google saytlarından axtara bilərsiniz. Yəni, bu sırf xeyriyyəçilik məqsədi daşıyır. Yəni, bunu sırf xeyriyyəçi məqsədi ilə mən yayıram. Hal-hazırda 30-dan çox Forex haqqında roliklərim var. Azərbaycan şəxs, məhz öz ana dilimizdə. İnşallah çalışaram onu 300-ə çatdırım və istənilən bir insan da əziyyət çəkmədən, yol gəlmədən internet vasitəsilə oturub Forex haqqında tam məlumat toplasın. Yəni bu, deyək ki, həm tələbələr üçün yaxşıdır, həm deyək ki, iş adamları üçün yaxşıdır, həm deyək ki, ümumiyyətlə, belə baxanda kimsəsizlər üçün və yaxud da ki, əlsiz ayaqsızlar üçün, invalidlər üçün, veteranlar üçün, hansı ki, gəlib bu sferanı öyrənə bilmirlər. Məsələn, deyək ki, tələbələr üçün, elə tələbələr var, vaxtları olmur, elə iş adamları var, vaxtları olmur. Bunlar bu sferanı məhz internet vasitəsilə, yəni mənim təşəbbüsümlə, mənim layihəm nəticəsində bu baş verəcək. İstənilən bir insan, burada oturan tələbələr, yəni qısa zaman ərzində bu məlumatları YouTube saytlarında, Google saytlarında, Inforex saytında, fərq eləməz, siz ora Google-da, YouTube-da Qafar İmam Verdi yazın, orada deyək ki, bütün materiallar gələcək. Həm Forex haqqında, həm psixoloji mərhələlər haqqında və çalışaram qısa zaman ərzində bu layihəni daha da genişləndirib. İstənilən bir insan daha gələcəkdə hər hansı bir müəssisələrə deyək ki, əziyyət çəkib gelməz, evdə oturub, rahat istənilən məlumatı Forex haqqında toplaya bilər. Yəni, bu sırf bir də deyirəm, yəni xeyriyyəçilik, yəni Azərbaycanda birinci dəfə bu layihəni mən irəli sürmüşəm və dediyim kimi, hal-hazırda 30-dan çox video roliklər var. Çalışaram onların sayını 300-ə çatdırım. Yəni, bütün sırf qırdalığına qədər orada izah edim ki, bütün insanlar ətraflı məlumat toplasınlar. Sadəcə nəzər çatdırmaq istəyirəm, mən hələm Forex-ə gəlməmişdən qabaq, yəni 10 il bundan qabaq, hər zaman fikirləşirdim, yəni kimsəsizləri fikirləşirdim. Belə bir qrup yaratmışdım, yəni 15 gönüllü bir insanları seçdim və bunlarla kimsəsizlər əlinə gedib, onlara təhsilləndirdi İngilis dilində. Yəni, belə bir təşkilat yaratmaq istəyirdim. Yəni, bu təşkilatı demək olar ki, yaratmışdım. Yəni, bu təşkilat, düzdür, rəsmi olmasa da yaratmışdım. Təşkilatın adı da Helping Hands Educational and Support Service-dir. Yəni, burada sadəcə olaraq mən həmin bu qrupla kimsəsizlər evlərinə yollanırdım və orada
insanlara ingilis dilində dərs verir və bəzi tanıdığım insanlar da sponsorluq edib, xırda bir nələrsə alır da, hədiyyələr alırsa, hər həftə onlar üçün müsabiqə keçirir və hər bir insana hədiyyə verir. Yəni, sevindirirdi. Təbii ki, o bizim borcumuzdur, kimsəsizləri sevindirmək. Və bir müddətdən sonra fikirləşdim ki, bu layihəni daha da genişləndirmək üçün təbii ki, vəsait lazımdır. Yəni, ona görə də həmin, deyək, o layihəni saxladım. İndi istəyirəm ki, o layihəni təzədən qaldırım. Yəni, belə bir təşkilatı yenidən yaradım. Helping Hands Educational and Support Services. Yəni, həm kimsəsizlərə yardım verəm. Yəni, deyək ki, inşallah gələn həftənin 600 günü, yəni qrupla yığışıb, yəni bizim tanıdığımız 25, 30, 50 nəfərlə biz kimsəsizlərlə yenə gedərik. Yenə Inform şirkətinin adından, həm də öz adımızdan gedərik, onları sevindirərik. Yəni, bu da, deyək ki, bu roliklərdə, Forex haqqında roliklərdə çalışıram internet vasitəsilə yayınlayın. Yəni, bir çox institutlarda bunu artıq, deyək ki, yayılıb. Bir çox insanlar, yəni, bunu baxır, yəni, qiymət verirlər buna. Yəni, təbii ki, onlar üçün yaxşıdır bu. Yəni, bu başlayım sizə, bu da sırf xeyriyyəçilik məqsədi güdür. Yəni, bütün insanlar bunu əziyyət çəkmədən bu sferanı öyrənsinlər. Gəlin, başlayaq öz, deyək, bu növbəti mərhələlərə. Birinci, başlayaq 3 əsas təhsil növündən danışaq. Sadəcə nəzərə çatdırmaq istəyirəm ki, 3 əsas təhsil növü var. Birinci, Academic Education'dır, ikinci, Professional, üçüncü, Financial. Bu nə deməkdir? Akademik təhsil növü bütün insanlara vacibdir. Bütün insanlara vacibdir. Diqqətlə fikir verin. Akademik, yəni hal-hazırda insanlar oxumaq üçün, öyrənmək üçün akademik təhsili üstün tutular. Təbii ki, insan ilk öncə akademik təhsil olmalıdır ki, neynəsin? Yazı, oxusun. İkinci, bizdə diqqətlə nəzər salaq, bizdə professional, yəni ixtisasdır. Hər hansı bir insan özünə ixtisas seçir. Kimi həkim olur, kimi mexanik olur, kimi web proqramist olur. Üçüncü təhsil növünə fikir salaq, financial. Finansal, maliyyə, iqtisadçı olmaq. Bu, hal-hazırki vəziyyətdə çox vacibdir. Həddindən artıq vacibdir. Və bu günə qədər pulun necə qazanmaq yollarını bizə heç kim öyrətmir. Heç kim deyə bilməz ki, kimsə pulun necə qazanmaq yollarını mənə öyrədir. Bizə sadəcə olaraq məsləhət görülür ki, yaxşı oxuyaq, yaxşı bitirək, instituta girək, institut bitirəndən sonra yaxşı yerlərdə işləyək və yaxşı maaş alaq. Yaxşı maaş almaq, yaxşı gəlir əldə etmək deyil, yaxşı qazanc əldə etmək deyil. Aydındır? Yaxşı gəlir əldə etmək tam başqa şeydir. Yəni, əgər siz, deyək ki, maaş alırsınızsa, hər hansı bir maaş alırsınızsa, o yaxşı gəlir əldə etmək deyil. Ona görə də bugün mən çalışaram, pulun necə qazanmaq yollarını sizə bir balaca izah edirəm. Növbəti etaba keçək. Diqqətlə baxın. Təbii, burada hal-hazırda əksəriyyətində belə bir şeylər özünə yaxın bilir. Problem, stres, depresiya, fikir, pul qazanmaq. Bu, nəzər çatdırım ki, hər bir insanın daxilində olan düşüncələrdir, təbii. Yəni, biz burada oturan insanların, yəni, iş adamları var, biznesmenlər var, hansı bir rəhbərin, bir şirkətin rəhbərləri var, tələbələr var, hansı bir şirkətin, yəni, aparıcı insanları var burada. Yəni, demək istəyirəm ki, burada tələbələr arasında fikirləşirlər ki, biz institut qutarandan sonra oxuyuruq, biz qutarandan sonra nə olacaq, indidən biz nə isə eləməliyik. Amma hər gün bu sualı verir özünü, hər gün. Yəni, problemlər yanında stres, depresiya, fikir verir, pul qazanmaq söhbəti. İstənilən bir insan təbii ki, istəyir ki, qəşəng pul qazansın. Elə bir insan yoxdur ki, pul, desin ki, mənə pul lazım deyil. Mümkün deyil. Çünki hər bir insan həyatda nəyisə nail olmaq üçün nə lazımdır ona? Vəsait lazımdır. Yəni, dediyim kimi, 10 il bundan qabaq mən xeyriyyətçi təşkilatı yaradından sonra bir
bir müddət bu ilə məşğul oldum, gördüm ki, bunu daha da layihəni genişləndirmək üçün nə lazımdır? Bu lazımdır. Yəni, o layihəni məhz buna imkana görə saxlamağa məcburiyyətində qaldım. Yəni, təbii ki, hər bir insan istəyir ki, ilk öncə pul qazansın. Yəni, necə qazansın bunu? Nə təhər qazansın? Onu da sizə izah edəcəm. Buyurun. Diqqətlə baxın, gəlin ilk öncə bu dövrü 3 əsrə bölək. 3 əsrə bölək dövrü. Yəni, lap ilk öncə keçək, lap əvvəlləri keçək, 1-ci əsrə keçək. 1-ci əsr lap əvvəllər insanlar bir neçə saat işləyirdilər. 18 saat, 19 saat işləyirdilər. Və nəticədə o qədər məvacib alırdılar, o qədər pul alırdılar ki, ancaq çörək pulu, yəni özlərini dolandıra bilirlər. Bir müddət keçəndən sonra, elm inkişaf edəndən sonra, insanlar gün ərzində 8-9 saat işləməyə başladılar və o qədər pul alırlar ki, neyirlər? Yəni, həm özlərini, həm də ki, öz ailələrini saxlayırlar. Və 3-cü əsr hal-hazırdakı dövrü əhatə edir və istənilən bir insan istəyir ki, az işləsin, çox qazansın. Təbii ki, istənilən bir insan bunu istəyirsə və öz biznesini qurmaq istəyir, öz azadlığı uğrunda çalışmaq istəyir. Hər bir oturan, burada insanın öz arzusu var. Və bu 3-cü dediyim əsrə, bu 3-cü əsr bu günə təsadüf edir, bu dövrü gətirib çıxarır. Hər bir insan istəyir ki, az işləsin, çox qazansın. Təbii ki, az işləyib çox qazanmağın yollarından da biri məhz Forex-dir. Yəni, istənilən bir insan Forex-lə məşğul ola bilər. Bunu da axırda izahını verəcəm sizə. Dediyim kimi, baxın, həmin bu 3-cü əsri bir qədər sonra sizin nəzərdə çatdıracaq. Yəni, necə eləmək lazımdır, necə eləmək lazımdır ki, pul qazanasınız. Gəlin, bayaq biz xeyriyyəçidən söhbət açdıq, gəlirdən söhbət açdıq, pulun necə qazanılmağından söhbət açdıq. Yəni, burada söhbət əsnasında biz burada həm öz layihələrimdən, həm də ki, Robert Kiyosaki'dən söhbət açacağım. Onun yazdığı kitablardan, məsələn, onun çox məşhur bir kitabı var. Rich Dad, Poor Dad kitabı. Yəni, burada da məhz bu 3 qəpik söhbəti Robert Kiyosaki'dən gəlir. Diqqətlə fikir verin. 3 qəpik, istənilən bir insan gələcəkdə hər hansı bir şirkətdə işləyə bilər. Yəni, bu mümkün deyil ki, belə, indi Azərbaycanda işlər çoxdur, həddini artıq məsələlər var. Təbii, müəyyən pul məbləğləri orada, məvaciblər var. Fərq eləməz. Əgər siz həqiqətən istəyirsinizsə, gələcəkdə öz biznesini qurasınız, yəni insan aldığı məvacibi 3 yerə bölməlidir. Yəni, bunlar mütləqdir. Bu, cavan nəsil üçün daha yaxşı olur. Necə? Diqqətlə fikir verin. İnsan aldığı məvacibin 1-ci qəpiyini hər zaman sərmayə yatırmalıdır. Bu, məcazi mənada gedir. Yəni, məsələn, deyək ki, istənilən bir insan fərq eləməz. Elə seminarlarda orada əmək haqqını mən 500 götürürəm, 500 manat götürürəm, elələrində 300 manat götürürəm. Yəni, fərq eləməz. Gəlin götürək, bu səfər götürək, deyək ki, ən aşağı, normal, yəni 400 manat götürək. İstənilən bir insan hər hansı bir şirkətdə çalışırsa, deyək ki, 400 AZN 400 AZN alır. Gəl belə, 400 AZN alırsa, istənilən bir cavan insan edə bilər. Bunun 100 AZN-ini investisiya yapırsın. İstənilən bir şeyə. Yəni, bu mümkündür. Təbii ki, biz əgər düşünsək, belə baxanda, xərcləməyə qalsa 400 AZN-də azlıq eləyər ay ərzində, 500 AZN-də, 1000 AZN-də. Sadəcə olaraq, əgər bizim məqsədimiz varsa, istənilən bir insanın həyatda öz biznes planı olmalıdır. Və bunun üstünə də işləməlidir. İstənilən bir insana istədiyinə
qısa zaman ərzində nail ola bilər, əgər istəyirsə, iradəsi möhkəm olmalı. Fikir verin, 100 AZN yatırdıq investisiya, 100 AZN də yatıraq. Arxa günçün, deyək ki, buna insana hər hansı vaxt pul lazım olanda həmən əlini atırsın, oradan götürə bilsin. 100 AZN-də deyək ki, həmin yerə sözündən, yəni arxaya biz qoyduq buna, lazım olanda buna biz nə edərik? İstifadə edərik. Bu ikinci qəpik. Üçüncü qəpiyini isə biz, məsələn, deyək ki, ay ərzində çox yox, 5 AZN. Kimsəsizlərə ayırsın. İndi diqqətlə fikir verin. Bəzi insanlar üçün balaca bir məbləğ görünə bilər. Məsələn, deyək ki, bunlardan götürək bunu 100 AZN. Əgər biz hər ay 100 AZN investisiya yatırırıqsa, il ərzində tək investisiya yatırdığımız məbləğ nə qədər olur? 1200 manat. Təbii, 1200 manat. 1200 AZN. Sadəcə fikir verin. Bu 1200 AZN, biz sərmayə yatırmışıq. Nəzərə çatdırın ki, sərmayə yatıran pullar da ay sizə nə verir? Gəlirlər verir. Bu sadəcə 1200 AZN yatırımlardır. İkinci variantda nəzər salaq. Yəni, qoruyub saxlamaq, biraz saxlayaq pullarını. Bu da il ərzində nə qədər edir? 1200 edir. Yaxşı, üçüncü variantda qalaq. 60 manat edir. 60 manatı il ərzində bir dəfə kimsəsizləri sevindirmək olar. Təbii. Onsuz da belə baxanda elə insan tanımıram ki, gün ərzində hər hansı bir, deyək ki, əlsiz ayaqsıza və yaxud da ki, kimsəsizlərə orada gün ərzində qısa, xırda məbləğlər verməsin. Mümkün deyil. Yəni, insan verir. Hər gün olmasa, hər həftə nəysə ki, məsələn, hər bir hansı bir insana əlsiz ayaqsıza bir xırda, deyək ki, 20, 30, 50 qəpik verir o. Yəni, bunları biz yığsaq, il ərzində 60 manat edir. Hər hansı bir kimsəsiz sevindirmək olar. Deyək ki, bu 3 qəpik, dediyimiz 3 qəpik, yəni, təbii ki, buradan 200 manat getdi, 260 manat getdi, yerdə qalan nə qədər oldu? Ardasa 140 manat. 140 manatda normal götürsək, yəni təzə işləyən insanlar, yəni az yaşlı insanlar üçün bu belə də böyük məbləğ deyil. Elə seminarlarda var, insanlar, bəzi tələbələr deyir ki, tutam ki, mənə ay ərzində 150 manat, 140 manat bəs edir. Yəni, təbii ki, biz bədxərclik eləməsək, yəni pulları ora-bura düzəltməsək, biz əgər gələcəyimizi düşürmək istəyiriksə, ilk öncə nə eləmək lazımdır? Deyək ki, istənilən bir insanın əlində, hər hansı bir insanın əlində, əgər müəyyən bir pul məbləği varsa, məsələn, deyək ki, bizim cavanlarda var belə bir şey, məsələn, deyək ki, 20.000 AZN varsa, bunu birbaşa gedib maşın alırlar. Amma nəzər çatdırım ki, bu 20.000 manat elə xanımlara da aiddir. 20.000 manatı biz hər hansı bir işə sərmayə yatırsaq, 2, maksimum 3 ildən sonra sizin yatırdığınız sərmayə yatırma 20 AZN sizin hal-hazırda aldığınız maşından 3 qat daha yaxşısını alır və sizin balansınızda yenə pul qalacaq. Siz elə fikirləşməyin ki, tək bizdə onda 20.000 olanda hər hansı bir biznesə yatırarıq. Yox. Sizin əlinizə düşən pulları da nə etmək lazımdır? Nəyəsə sərmayə yatırmaq lazımdır. Məsələn, deyək ki, Forex-ə yatıra bilərsiniz sərmayə. Forex-ə, yəni beynəlxalq maliyyə birjasında xırda məbləğləri yatıra bilərsiniz. 50, 100, yəni ay ərzində əlinizə düşən pulları yatırarsınız. Sonra başlayırsınız, sonra valutalardan, aksiyalardan aldı-satqı eləməyə və qısa zamanda küllü miqdarda pul yerlərini əldə edə bilərsiniz. Yəni Forex haqqında da tam ətraflı sizə məlumat verəcəm. Belə, yəni gördüyünüz kimi, əgər siz istəyirsinizsə pul qazanmaq, bu heç də çətin deyil. Yəni, əlinizə düşdüyünüz pulu kimi paltar, kimi kofta, kimi saat və yaxud da ki, nəysə bir şeylərə, əşyalara verir. Yəni, bunlara nə etmək lazımdır? Qoruyub saxlamaq lazımdır ki,
gələcəyiniz üçün. İnsan hər zaman gələcəyi üçün fikirləşməlidir, bugün üçün yox. Növbəti etaplara keçək. Diqqətlə baxın, 4 qrup insanlar, bu təbii ki, Robert Kiyosaki'dən gəlir, fikir verin. Gəlin, insanları 4 qrupa bölək. Məsələn, hər bir qrupda, burada oturan insanlar hamı varlı olmaq istəyir. İndi bunlardan gələcəkdə kimi I variantında olacaq, kimi S variantında olacaq, kimi B variantında, kimi I variantında. Bu nə deməkdir? Employee, istənilən bir işçi. Təbii ki, hamı, bütün valideynlər istəyir ki, övladı, əksər valideynlər istəyir ki, övladı oxusun, yaxşı bir yerdə işləsin, yaxşı maaş alsın. Yəni, belə baxanda I variantı, təbii, düzdür, çox gəlir əldə eləmir, amma müəyyən bunlar əldə edir. İkinci varianta baxaq, S variantı. Bu special, hər hansı bir doktor, vəkil və yaxud da ki, mexanik və yaxud da bir şey. Onlar da, yəni ki, əllərinə müəyyən pullar düşür. Üçüncü variantı seçək, B. B, ümumiyyətlə, big biznesmen gelir. Böyük biznesmenler. Hansı ki, böyük bir şirkəti var, əlində 60 nəfər, 70 nəfər işçisi var. Ay, çalışın hər zaman. Bu variantı seçin. Bu sərmayəçidir, investor. Yəni, sərmayəçi o insandır ki, hansı ki, 5-10 dənə oteli var, villalar var. Nəzər çatdırım ki, siz əgər I variantında və yaxud da S variantında olsaz, I variantı olanlar və yaxud da S variantı. I variantında işləyirsiniz, S variantında hər hansı bir sizin ixtisasınız var. Ya həkimsiniz və yaxud da ki, vəkilsiniz. Siz həmin 3 qətliyə nəzər yetirsəz, qısa zaman ərzində olmasa, bir müddətdən sonra ya B variantında olarsınız, ya da ki, I. Ya big biznesmen olarsınız, ya da ki, investor. Təbii ki, bu iki tərəfdə olan, məndən sağ tərəfdə olan, bunlar 3 qəpiyə riayət edəndən sonra, əllərində müəyyən pul məbləği olandan sonra nə ola bilərlər? B variantı. Şirkət yarada bilərlər, pulları yığıb seyv edəndən sonra, sərmayə yatırandan sonra. Sonra da həmin B variantından nə olar? I variantından. Çalışır hər zaman bunu da özünüzə yaxın tutun. I variantından. Amma deyək ki, ən yaxşı variantda istənilən bir insan hər 4 variantda varlı ola bilər. Sağlar cavabına nə lazımdır? Möhkəm iradə lazımdır. Bu da ki, hamımızda var. Növbəti etaplara keçək. Ümumiyyətlə, bir çox insanlar deyirlər ki, pulu yığıb saxlayaq. Məsələn, deyək ki, xanımlarda əksəriyyətində olan pulu saxlayırlar. Bəzi insanlar da var, yastıq altı. Türkiyədə bir şey var, yastıq altı deyirlər. Yəni, yastıq altı o pulları, belə bir məsələ var, deyirlər ki, əgər keçən il biz yastığımızın altına $100 qoysaydıq, bu il həmin əskinəz formasına qalır, amma dəyəri olmazdı. Dəyərdən düşərdir. Ümumiyyətlə, burada oturan insanlar bəziləri qoruyub saxlanmağı üstün verirlər. Kiyosaki'dən belə bir şey gəlir. Savers are losers. Əslində, baxanda bu Kiyosaki'dən qabaq George Soros'un da belə bir məqalələr var. Savers are losers. Sonradan Kiyosaki də deməzdim onu kopya edib, sadəcə ona biraz şərh gətirir. Yəni, biraz ona açıqlayıb. Fikir verin. İstənilən bir insan əgər pulu yığıb saxlayırsa, təbii ki, o insanlar uduzmuş olurlar. Çalışın o pulları, hər hansı bir pulu, sərməyə yatırın, dəyilsə. Sərməyə yatırmazsa, saxlasaz, yəni, çox da yaxşı olmaz. Yəni, diqqətlə fikir verin. Forbes'də, platformalarda diqqətlə fikir verin. Orada qızılı, 10 il bundan qabaq əgər biz qızıl alsaydıq, indi çox farklı bir insan var. Məsələn, deyək ki, ən azından $10.000 və ya $20.000 qızıl alsaydıq 10 il bundan qabaq, indi çox farklı bir insan vardır. Gəlin, əsas məsələyə qayıdaq. Baxın, bu sırf burada oturan cavanlar üçündür. Yəni, yaşlı insanlar üçün də fərq eləməz. Fikir verin. Öz biznesini qurmaq istəyənlər üçün 11 mühüm addım.
Birinci bəndə nəzər salaq. Burada oturan hər bir insanın arzusu var, öz biznesini vursun. Amma çox az miqdarda insanlar olar ki, fikirləşsin ki, mən istəmirəm biznes. İstənilən bir şirkətdə yaxşı məvacib versinlər, gelib orada işləyim. Amma elə insanlar var, bu ilə kifayətlənmirlər. Nə üçün? Çünki o insanların öz arzuları var. Rahat yaşamaq istəyirlər. Diqqətlə fikir verin. Nədən öz işimi qurmaq istəyirəm? Nədən qurmaq istəyirəm? Təbii ki, insan öz azadlığı üçün, öz rahat yaşaması üçün öz biznesini qurmaq istəyir. Elədir? Öz biznesini qurandan sonra özün özünə rəis, özün özünə müdür olursan. İstədiyin vaxt işləyirsən, istədiyin vaxt işini saxlayırsan, istədiyin vaxt işə başlayırsan. Yəni, hər hansı bir insan təbii ki, istəyir ki, öz biznesini özü qursun. Burada oturan hər bir insan, dediyim kimi, gələcəkdə biri, deyək, hər hansı bir bankın rəhbəri ola bilər və yaxud da ki, böyük bir vəzifədə işləyə bilər. Yəni, bu normaldır. Və işləsə də biri biznesmen ola bilər, biri sərmayəçi ola bilər. Yəni, bu həyatdır. Hər bir şey olur. İkinci bəndə nəzər salaq. Bazarda ümumiyyətlə, insan hər hansı bir biznesi qurmaq üçün, yəni burada çoxlu əksəriyyətli cavanlar oturur. Gələcəkdə özünüz üçün biznes qurmaq üçün bu 11 mühüm addımı mütləq bilməlisiniz. Yəni, elə fikirləşməyin ki, mən deyək ki, nə vaxtı əlimə pul düşər, öz biznesi yarmaq istəyəndə kimlərdənsə məsləhət alaram və yaxud da ki, öz biznesini sonra quram. Yox, siz bugündən bilməlisiniz ki, siz öz biznesini qurmaq üçün nələr edəməlisiniz. İkinci variantı nəzər salaq. Bazarda nə qədər yaxşı əlaqələrim var. Ümumiyyətlə, hər hansı biznesi qurmaq üçün kimi müəssisə yaratmaq istəyir, kimi təhsil mərkəzi yaratmaq istəyir, kimi bank açmaq istəyir, kim deyək ki, hər hansı bir sahədə işləmək istəyir. İlk öncə biz baxmalıyıq, hər hansı birdən baxmalıdır ki, bazara baxmalıdır. Bazar necədir, nə cürdür? Bu bazara ilk öncə analiz eləməlidir. Ondan sonra fəaliyyətinə üçüncü punktda nəzər salaq, rəqiblər kimlərdir? Rəqiblərdən fərqli nə edə bilərəm? Bunu mütləq özünə sual verməlisiniz. Məsələn, rəqibləri tanımalısınız. Yəni, əgər həqiqətən istəyirsinizsə, biznesi daha da genişləndirərsiniz, rəqiblərə baxmaq lazımdır. Yəni, rəqiblər nəyi necə edirlər? Rəqiblərin yaxşı xüsusiyyətlərini seçmək lazımdır. Və onlara baxıb, nəyisə eləmək lazımdır. Yəni, rəqibləri bilmədən daha da irəli gedə bilməzsiniz. Rəqiblərdən fərqli nəyisə etmək lazımdır. Beşinci bəndə nəzər salaq, nə qədər sərmayə ehtiyacım var? Bu, çox gözəl sualdır. Məsələn, hamı çox gözəl bilir ki, istənilən bir biznesi açarımsa, xırda bir məbləğ yatırarımsa o biznesə və istədiyiniz nəticəni əldə etmək üçün bir neçə müddət sizə vaxt lazımdır. Əgər məbləğ kiçikdirsə, siz, məsələn, deyək ki, əgər sərmayə yatırmışsınız nəyəsə, tutaq ki, 1000 azəyim, istənilən bir sərmayə yatırmışsınız, işi açmışsınız. Amma nəzər çatdırım ki, yəni, burada hamı savadlı insanlardır. Həmin məbləğlə məhz istədiyinizə bir neçə ilə nail ola bilərsiniz. Amma sərmayə böyük olarsa, istədiyiniz nəticəni qısa zaman ərzində əldə edə bilərsiniz. Razısınız mənə? Təbii ki, razı. Gəl növbəti mərhələlərə baxaq. Demək, 6-cı, görəcəyin iş ümumiyyətlə necə izah edə bilərəcəm? Təbii, insan hər hansı bir biznes quranda ilk öncə özünə sual verməlidir. Özünə mütaliə eləməlidir. Necə qura biləcəm, necə izah edə biləcəm? Təbii ki, bayanlar mənə çalışıram ki, öz qurduğum biznesi sizə izah edim. İzah verirəm. 7-ci bəndə nəzər salaq. Ümumiyyətlə, istənilən bir insan hər hansı bir məhsul, fərq eləməz orada kitab quraqdır və yaxud da ki, stol və yaxud da ki, hər hansı bir təhsil mərkəzi açıb. Yəni, həmin o məhsuldan söhbət gedir. Yəni, belə deyək də, deyək ki, hər hansı bir təhsil mərkəzi var
sizin o biliyinizi, savadınızı siz insanlara necə çatdıra bilərsiniz? O məhsuldan söhbət gedir. Yəni, hansı materiallarınız var? İnsanlar üçün nə qədər bu əhəmiyyətli, vacib ola bilər? Yəni, bu məhsul və ya xidməti kimlərə gərək ola bilər? Əgər belə deyək, tutalım ki, bir müəssisə açmışsınız, siz bilməlisiniz ki, gələn insana nə lazımdır? Məsələn, burada siz gəlmişsiniz bu müəssisəyə, düzdür? Kimlərəsə dil lazımdır, öyrənmək, kimlərəsə deyək ki, başqa bir sferadan öyrənmək istəyir. Bunları hamısını, bazarı insanların tələbatına uyğun edəməlisiniz, hərəkət edəməlisiniz. Növbəti bəndə baxaq, məhsul və ya xidmət üçün bazarda buna daha çox tələb var, yoxsa yox? Məsələn, bilək ki, təhsil mərkəzində ilə söhbət edək. Tutam ki, məsələn, dillərdən birini seçək. Məsələn, deyək ki, Yapon dili. Yapon dili. Bu müəssisədə ancaq Yapon dili deyək ki, biz görürük ki, Yapon dilinə tələbat yoxdur. Daha çox hansı dillərə tələbat var? Alman dilinə, İngilis dilinə, Rus dilinə, İspan dilinə, düzdür? Biz həmən eləməliyik. Yəni, tələb təklif söhbət var. Bunu formalaşdırmaq üçün bu mühüm şərtləri bilməliyik. Növbəti etaba nəzər salaq. 9-cu mərhələyə diqqətlə fikirləyin. İşə lazım olan əziyyət və fərdi inkişaf mənim xüsusiyyətlərimə uyğundurmu? Bu qəşəng sualdır. Sadəcə olaraq, hal-hazırda mən çox sevinirəm ki, elə insanlar var, öz peşəsini, ixtisasını özləri seçirlər. Amma əvvəllər biraz başqa cür edir. Məsələn, belə bir söz var. Qəssabın oğlu qəssab olmalıydı, həkimin oğlu həkim olmalıydı. Amma insan seçimində azad olmalıdır. Çox azad olmalıdır. Deyək ki, əgər sizlərdən biri götürək məsələn sizi. Siz həkim olmaq istəmirsiniz. Amma evdəkilər məcbur edirlər ki, kimlərsə məcbur edir, sən mütləq həkim olmalısan. Yoxdur. O istək yoxdur səndən. Və yaxud da ki, sizi deyək. Kimsə istəyir ki, siz müəllimə olasınız. Amma siz buna zövq ala bilmirsiniz. Sizin zövq ala biləcəyiniz şey tam başqa bir sferadır. Əgər belə deyək də, həkimdirsə və yaxud da ki, müəllimdirsə, bu iş ona görə deyilsə, inandırım sizə, onun işində heç bir irəliləş olmayacaq. O hələn yerində addımlayar. Amma yox, onun istədiyi kimi olsa, addımlarını daha geniş atar. Qalsın mənim. Bax, indi də xaricdə deyək, bir çox insanlar öz ixtisaslarını, peşələrini özləri seçirlər. Tam olaraq özləri. Məsələn, kimi rəssam olmaq istəyir, kimi həkim olmaq istəyir, kimi vəkil olmaq istəyir, kimi biznesmen olmaq istəyir. Məsələn, elə dahilər var, onlar heç kolleclərini axıra qədər bitirməyirlər. Öz peşələrin istədiyi ixtisasın üstünə qaçırlar. Yəni, demək istəyirəm ki, çalışın, fikrinizi cəmləşdirin. Hər bir insana, yəni çox cavan nəsillər burada, hər bir insana ona lazım olan peşəni seçsin və üzərində işləsin. Və buna əmin edilmişsiniz, qısa zaman ərzində də buna nail ola bilərsiniz. Yox, əgər o peşə sizlik deyilsə, nə etsəz, necə etsəz, heç nə olmayacaq. Gəlin növbəti 10-cu punkta baxaq. Çox əla sualdır. Fikir verin. Hər hansı bir mövcud işi və ya qurulmuş işi təhvil alıb davam etdirmək asandır, yoxsa hər hansı bir işi sıfırdan qurmaq daha avantajlıdır. Və bayan bu məsələyə toxundunuz. Bir çox suallar vermişəm. Statistikaya əsasən çox az müəyyən bir insanlar qurulmuş işi daha üstün tutulur. Amma
Daha yüksək ruhla işə yanaşmaq istəyənlər isə öz işini sıfırdan başlamaq istəyirlər və sıfırdan, hər şeyi sıfırdan qurmaq istəyirlər. Gəl, sual belə görək. 2 dənə sual verəcəm. Birinci sual odur. Hər hansı bir işi, qurulmuş bir işi idarə etmək istəyirsiniz? Kim idarə etmək istəyirsə, əlini qalırsın. Yox, 1, 2, 3. Yaxşı. Hər hansı bir işi sıfırdan qurmaq istəyənlər varsa, əlini qalırsın. Maşallah. Bunlar hamısı hazır. Yox, hazır deyil. Hazır istəyənlər bir neçə. Dəmin. Nəzər çatdırım ki, hər hansı bir insan təbii ki, istər öz işini özü sıfırdan başlasın. O da ki, bayaq dediyim kimi, nəyə görə öz biznesimi qurmaq istəyirəm? Əgər mən özüm öz biznesimi qurmaq istəyirəmsə, mən heç vaxtı kimdənsə hazır şəkildə onu almaq o qədər də yaxşı olmazdır. Mən özüm sıfırdan başlasam, bilərəm nəyi necə eləmək lazımdır. Və onu başlayarım qurmağa. Lap loril şəkildə deyək, istənilən bir şirkəti bir insan gətirib rəhbər qoyurlar, şirkətin başına rəhbər qoyurlar insana. O insan belə də o işə can yandırar, amma öz şirkəti olsa, hər bir xırdalığına neylə? Fikir verər. Axırıncı bəndə nəzər salaq. İşi qurmaq üçün uyğun zamandırmı və ya uyğun yer hara olmalıdır? Bu çox vacibdir. İşi qurmaq üçün zamana baxmaq lazımdır, deyək ki, yerə baxmaq lazımdır. Qarşısına çıxacaq 3 təməl suala diqqətlə fikir verin. Harada, nə zaman, niyə? Yəni, işi qurmaq üçün insan qabağına çıxan ən vacib 3 təməl sual cümlələrinin siz bunları mükəmməl bilməlisiniz. Düzdür, əslində ingilislərdə biraz çoxdur. Onlarda, məsələn, Türklərdə 3N var. Nerede, niyə, nə zaman söhbəti var. Yəni, ingilislərdə deyək ki, what, when, where, why, which də gedir. Yəni, bunları bilmək lazımdır. Əslində, bu insan əgər bu sualları özünə vermirsə, biznes planı ərzində. Məsələn, deyək ki, nə zaman? Zaman fikirləşmək lazımdır. Bunların hər birinin öz mənası var. O zaman, hansı zamanda? O zaman ki, ya sizin sponsorunuz var, ya investorunuz varsın, ya öz sərmayeniz var, o zaman başlamaq lazımdır. Niyə? Təbii ki, insan sual verməli. Niyə? Qazanmaq üçün, kimlərsə xeyir vermək üçün, gəlir əldə eləmək üçün. Ümumiyyətlə, harada da təbii ki, məkanı seçmək lazımdır. Harada eləmək lazımdır bunu. Bu suallara hər zaman insan sual. Əgər bu suallara, məsələn deyək ki, bir çox tanıdığım şirkətlər var ki, hal-hazırda da siz də bilirsiniz. Sırası gəlir sizə. Biznes planları yoxdur. Kimsə pul verir və ya pul var, bir dənə, tez bazar bir dənə özə şirkət açır. Heç bir biznes planı yoxdur. 3 aydan, 5 aydan sonra iflasa olur. Nə üçün iflasa olur? Çünki birinci, bu insanın 11 mühüm adımları bilmir, xəbəri yoxdur bu adımlardan, biznes planı yoxdur. Aydındır? Yəni, deyək ki, siz, əgər sizin biznes planınız yoxdursa, fikirləşə bilərsiniz. Mən bunu oradan 5 manata götürürüm, burada 6 manata satdım, 1 manat mənim xeyrim var. Amma sual vermək lazımdır. Bunu nə cür, necə, kimdən götürmək lazımdır? Məsələn, Amerikanlarda hər zaman işə götürür.